Esselamu Aleyküm və Rəhmətullah dəyərli izləyicilərimiz. Deməli 250 dərəcə isti var. Qardaşınız özünü təhlükəyə atıb, qəşəng ev satışa çıxarıb. Deməli Balakan rayonunda düz xəstəxananın üzbəüz qəşəng 6 sot torpaqla həyət ev satışa çıxarmışam. Baxın bir dənə belə kulturlu həyət zat göstərim. Plusda baxın, qəşəng dağ zat mənzərəsi necə lazımdır. Girişdə həyətində bir dənə solda bir dənə belə qəşəng. Baxın yayda oturmaq üçün naves, yer stəyəşıq olunub, betonlanıb. Sağda belə Amazon meşəli gül zat necə lazımdır, baxın belə göstərim. Həyətdə sanitar qovşağı mövcuddur. Gördüyünüz kimi qəşəng dəmir qapısı dörd bir tərəfdə bağlıdır. Evi də öndən göstərim. Baxın, sərgəli 2 qat daşdan istifadə olunubdur. Baxın belə göstərirəm. Arxada da qəşəng yeri var. Videonu kəsməyəcəm. Tez bazar çəkirəm inşallah. Baxın, çox sərgəli evdir, çox gözəl evdir. Arxa tərəfində də sahəsi var. Arxa tərəfdə də belə qəşəng. Bu pomidorlar zadları qalacaq. Hə, demişəm qalsın. Baxın belə göstərim. Tez bazar çəkirəm. Birdən çəkiliş pis ola bilər. Çünki tələsirəm biraz. Siz də başımdan vurur çəkişlə. Elhamdülillah. Gedək inşallah evin içərisində mən göstərim. Birinci mərtəbədən başlayacağım. Bu da həyəti buradan belə göstərim. Girək evin içərisinə. Suyu zat necə lazım, hər şey var. Girim evin içərisinə. Baxın belə qəşəng. Çox gözəl, çox səliqəli. Girək başlayaq birinci mərtəbədən. Bura kondisionerə ehtiyac yoxdur. Birinci mərtəbə həqiqətən də çox sərindir. Buz kimidir, baxın belə. Qiymət də çox münasib olacaq. Baxın belə. Burada bir dənə belə geniş otaq var. Yayda oturmaq üçün. Başda mətbəx mebelidir. Burada yenə əlavə edən altda bir dənə belə zal. Gördüyünüz kimi. Burada 50-60 dənə paltar yan maşındır. Burada sanitar qovşağı və sanuzel üçün yerdir qəşəng. Burada bir dənə otaq var belə geniş. Gördüyünüz kimi. Çox cüzi xərc lazımdır bura. Çox cüzi xərc lazımdır bura. Amma həqiqətən də çox sərindir. Pək bura yatırsan, səhərə kimi yat da, səhərə kimi yat. Bir də ikinci mərtəbəni göstərim. Tez bazar mən sizə. Baxın belə qəşəng pilləkənləri zat. Baxın 50-60 dənə pilləkən var burada. Girişində bir dənə belə dəhliz. Baxın belə göstərirəm. Bir dənə belə dəhlizdir. Qəşəng cənə. Belə fırlayım. Baxın belə fırlayım buralarda. Baxın. Sərgəli. Yuxarıda bir ambar otaq var. Bir ambar. Bura bir dənə otaq, yataq otağı. Baxın. Belə göstərirəm, tez bazar göstərirəm. Videonun sonunda qiymət qeyd olunacaq. Axıra qədər baxın. Qiymətdən xəbəriniz. Şükür, elhamdülillah. Baxın, solda bir dənə otaq. Baxın, belə göstərim. 6 sot torpaqla yaxşı, iri, sağlam tikilmiş ev, yenə deyirəm, satılır. Otaqlar bu oldu. Burada bir dənə otaq var. Baxın, belə göstərim. Böyle bir dənə otaq var. Dəyərli, möhtərəm izləyicilərimiz. Baxın, belə göstərirəm. Bura bilirsiniz ki, bu ərazilərdə torpağın elə bir sotu tək 6.000-dir. Tək 36-40 min buranın torpağı eləyir. Ümumi qiymət deyəni hamı çaşbaş qalacaq. Necə ola bilər ki? Otaqları görürsünüz. Bol-boldur. Bol-bol. Bol-boluna. Yəni, belə göstərim. Baxın, başınız fırlansın. Baxın, necəyəm? Qəşəng. Aha. Bax, bol-bol otaqlar bəsdir. Getdik. Deməli, gələk buranın əsas məsələsinə, qiymətə. Buranın qiyməti 105 minə təklif olunur. Cüzi indirim olacaq, yenə deyirəm. Qiymət 105 mindir. Nəzərə alsaq ki, tək burada elə 6 sot torpağın elə 36-40 min eləyir. Qaz, su, işıq, internet, hər bir şey mövcuddur. Yaxşı hündür 2 qat daşdan istifadə olunub buranın divarları. 105 minə qupca, sənət, çıxarış, hər bir şey mövcuddur. Səhifədə nömrəmiz qeyd olunub, yaza və ya zəng edə bilərsiniz. Takib atmağı unutmayın ki, növbəti paylaşımlarınızdan xəbəriniz olsun. Selamun Aleyküm və Rəhmətullah.